meydan hərəkatı dövründə, onun inkişafında yeni yaradıla biləcək demokratik dövlətə rəhbərlik edə bilən iki sima iqtidarın tərkibində parlayırdı və miting iştirakçılarının rəğbətini qazanırdı. Həsən Həsənov, Elmira Qafarova. Hər iki ad meydanda hallansa da və məntiqi şəkildə çubuqla idarə edən və idarə olunanlar tərəfindən həm də şərlənirdilər. Bu dövrün ən böyük qəhrəmanlarından biri Rəşid Behbudov olmalı idi. Ziya Bünyadov və Bəxtiyar Vahabzadə kimi o da fitlənəcəkdi. Çünki meydan təkcə azad fikir deyildi, həm də şəxsi fikir meydanı idi. İlkin tribunada artıq şəxsi rəy ələ keçirilmişdi, radikallaşmışdı. Bir çox ünlü ziyalı fitə tuş gəlməmək üçün xalqla həmrəyliyini televiziyada axtarırdılar. Hamı da Rəsul Rıza kimi ola bilməzdi. Hər kəsdə də Rəsul Rızada olan iradə yox idi ki, meydanın bu sindromunu sındıra bilsin. Xalqla tribun arasındakı əlaqəni rəhmətlik mərhum Elçibəy bərpa elədi, müasirləşdirdi. Sovet dövlətinin ən çox qorxduğu da məhz bu idi. Xalq birləşirdi. Hətta belə bir rəvayət söyləyirlər ki, Azərbaycan xalqının vahid lider ətrafında birləşdiyini eşidən Sovet rəhbərliyi altını batırmışdı. Həm həqiqi, həm də məcazi mənada.